Artıq sabah qardaşımın nişanıdır və bugün o qədər işimiz var ki, gəlin bir yerdə gedək, hamısını həll eləyək. Hava da bugün o qədər küləkdir ki, inşallah ki sabah belə olmaz. Nəysə, yola düşürük və İlk olaraq isə öz platyamın primerkasına gəlmişəm, Bilur Kuçura. Görək platyam necə alınıb, sizə də göstərəcəm. platyamın 90% hazır idi və çox gözəl idi, amma hazır versiyasını sabah nişan günü götürəcəm. İndi isə gəlmişəm Sədərəyə, masa kartları üçün sümbül alacağam. Gedə görək tapırıq. Tapmaz olaydım çünki buna 10 manat pul vermişəm, bəli. İndi isə gəldik xonçalıq çərəzlərimizi almağa. Hər yerdə ağ qoz axtarırdıq və tapdıq. Evdən saat 11-dən çıxanıq, indi saat 5-dir. Hələ çox işimiz qalıb. İndi gedirik şirniyyatlarımızı götürməyə. Amma olsun, tək həmişə belə gözəl xeyir işlərə hazırlaşaq. Gəlmişik meyvələrimizi almağa. Gözəl və Andrabadinski meyvələri seçdikdən sonra demək olar ki, bütün işimiz bitmişdi. Nəhayət gəldik xonça yerinə, aldıqlarımızı aparacağıq. Getdik. Və bəli, xonçalarımızın çoxu hazır idi. Sizə fraqmentləri göstərirəm. O qədər gözəl idi. Axşam saat 9-dur və son olaraq gəldik paylanma şokoladlarımızı götürməyə. Hamısı buradadır, sizə göstərəcəm. Çox gözəldir. Məni izləməyi unutmayın. Sabah nişan postları gələcək. Paylanmalı şokoladlarımız necədir? Gəlinimiz özü seçib. Mən bayıldım. Hələ şirinçə stakanlarımıza baxın. O qədər zərifdir ki, sabah hər şeyi paylaşacağam.